Salam, xoş gördük hər birinizi. Dəyərli müəllimlər, əziz müdavimlər, biz bu dərsimizdə əməkdaşlığa əsaslanan təlim əsasında danışacağıq ki, əvvəlki illərdə qəbula düşüb, lakin bu il proqrama salınıb. Bilək ki, kurikulumda keçdiyimiz bütün mövzuların əksəriyyəti əməkdaşlıq əsasında qurulmasını özündə əks etdirir ki, biz axı interaktiv təlimlə danışırıq. İnteraktiv mühitdə yaranan situasiyalar, proseslərlə bağlı öyrənirik ki, əməkdaşlıq mərkəzdə dayanır. Ona görə də diqqətli oluruq. Hər hansı bir sualımız yaransa rəy bölməsinə yazırıq. Bizim WhatsApp əlaqə nömrəmizə yazırıq. İzahları veriləcək. İndi isə keçək əməkdaşlığa əsaslanan təlim modelinin əsas komponentlərinə. 1. Müsbət qarşılıqlı asıllıq bizə deyir. Müsbət qarşılıqlı asıllıq dedikdə biz nəyi nəzərdə tuturuq? Əməkdaşlığa əsaslanan təlim modelində 1. Şagirdlər arasında bir o asıllığın mənimsənilməsi, bilinməsi ki, mən tək fərdi yox, qarşı tərəflərlə bir-birimizdən asılıyıq və birlikdə eyni məqsədin reallaşması üçün çalışırıq. Müsbət qarşılıqlı asılılıq, fərdi məsuliyyətin dərk olunmasında bunu birbaşa görəcəyik. Yəni biz tək deyilik, komandayıq və bir-birimiz birlikdə hər birimiz o məqsədə çatmaq üçün töhfə verməliyik, çalışmalıyıq. Müsbət qarşılıqlı asılılıq. Bu negativ necə ola bilər? Bir nəfər ancaq qəbul olunan fikir onundur, deyilən fikir onundur. Biz ondan asılıyıq. Yox, hər birimiz bir-birimizə fayda verməliyik. Belə düşünürük. Müsbət qarşılıqlı asılılıq dedikdə bunu nəzərdə tuturuq. Fərdi məsuliyyət. Yadda saxlayaq ki, əməkdaşlıqda bir fəaliyyəti bir nəfər yox, hamı birlikdə icra edir və hər kəsin burada məsuliyyəti var. Bu belə olur. Yəni biz bir sahədə birimiz daha üstünlük, digərində digərimiz. O zaman hər birimiz o məqsədə çatmaq üçün töhfələrimizi verməliyik. Hər birimiz məqsədə çatmaq üçün əlimizdən nə gəlirsə addımlar atmaqda dəstək olmalıyıq. Fərdi məsuliyyət dedikdə komandada, qrupda, cütlərdə, kollektiv fəaliyyətlərdə, yəni qarşılıqlı əlaqəyə, əməkdaşlığa əsaslanan fəaliyyətlərdə birlikdə eyni məqsədə çatmaq üçün çalışdığımızdan fərdi məsuliyyətimizi dərk edirik və mən nə qata bilərəm, mən nə edə bilərəm burada bu məqsədə çatmaq üçün. Bu sualları cavablandırmalı və bu suallar əsasında öz fəaliyyətimizi qurmalıyıq. Daha sonra ünsiyyət və qarşılıqlı kömək. Təbii bunların hər biri bir-biri ilə bağlıdır. Əməkdaşlığın ən vacib komponenti ilə ünsiyyətdir. Biz düşünək ki, müəllim bizi əməkdaşlıq əsasında bir komanda şəklində, hətta dəyirmi masada düzüb və hər kəs başını salıb aşağı öz işi ilə məşğuldur. Bu əməkdaşlıq və ünsiyyət yoxdur burada, hərə öz işini görür. Olsun dəyirmi masada yerinə yetiririk, hərə öz işini görür. Deməli biz nə etməliyik? Ünsiyyət və müzakirələr əsasında ortaq məqsədə çatmalıyıq. Birlikdə o məqsədi həll etməliyik, reallaşdırmalıyıq, bilik bacarıqlarına yiyələnməliyik. Tək başına yiyələndikdə bu fərdi fəaliyyətlər məqsədə çata bilir, amma fərdi komanda işi olmur orada. Deməli, ünsiyyət və qarşılıqlı kömək, bir-birinə kömək burada ən vacib komponentlərdən, nüanslardan biridir. Davam edirik. Sosial bacarıqların inkişafı. Yadda saxlayaq, sosial bacarıqlar əməkdaşlıqda yəni olmazsa olmazdır, çünki biz tək deyilik. Sosial deyib də ətraf və özümüz hamımız bizim qarşılıqlı əlaqəmiz nəzərdə tutulur ki, sosial bacarıqların inkişafı da əməkdaşlığa əsaslanan təlim modelində birbaşa inkişaf edəcək. Çünki biz sosial olaraq sosiallaşmaq, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, eyni məqsədə birlikdə çalışmaq kimi fəaliyyət edirik burada. Buna görə də sosial bacarıqların inkişafı burada əsasdır. Sosial bacarıqlar əsas komponentlərdən biridir. Qrup prosesinin refleksiyası. Bir var mən yanaşması, bir var biz yanaşması. Refleksiya nədir? Bitmiş bir fikrin şuurda inikası, əks olunmasıdır. Deməli, biz qrup fəaliyyətini bitirdikdən sonra bir refleksiya edirik. Nə etdik? Nə edə bilərdik? Nəyi yanlış etdik? Nəyi doğru etdik? Nə olsa daha da təkmil bir iş görə bilərdik? Yəni, qrup olaraq da bir fəaliyyətimiz refleksiya edib, daha da təkmilləşdirməli və növbəti fəaliyyətlər üçün düzgün strategiyalar müəyyən edə bilməliyik. O zaman biz əməkdaşlığa əsaslanan təlim modelində müsbət qarşılıqlı asıllıq, bir-birimizdən müsbət mənada asılı olduğumuzu bilək və eyni məqsədə birlikdə çalışaq. Fərdi məsuliyyət, hər şəxsin özünün qrup fəaliyyətinə nə qata biləcəyi, bunu dərk etməsi və bunun üçün çalışması, ünsiyyət və qarşılıqlı kömək olmazsa olmazdır. Qrup işinin ən vacib nüansı ünsiyyətdir dedik.
sosial bacarıqların inkişafı qrupsa, komandayıqsa, cütlüksə, təbii ki, bizdə ünsiyyət və digər bacarıqlar inkişaf edir və sosiallaşırıq, sosial bacarıqlar inkişaf edir. Bu, əməkdaşlıq fəaliyyəti onu inkişaf etdirəcək. Qrup fəaliyyətin refleksiyası da bizim üçün ən vacib nüanslardan biridir. Olmazsa olmazdır. Bəs biz həmin komandanı, qrupu necə təşkil etməliyik? Bizə göstəriş verir artıq. Heterogen, müxtəlif tərkibli. Heterogenin əksi olacaq homogen, eyni tərkibli. Çox da məsləhət görülmür. Düşünün ki, eyni səviyyəli uşaqların hər birini eyni qrupa yığdıqda bu bizim istədiyimiz nəticəni əldə etməyimizə kömək etməz. Yəni biz orada artıq eyni səviyyəli olduğundan şagirdlərin bir-birindən öyrənməsini məhdudlaşdırırıq. Bir də var, müxtəlif səviyyəlilər var. Mən aşağı səviyyəliyəm, mənim sinif yoldaşım yuxarı səviyyəlidir. Yanaşmasını öyrənirəm, onun bildiklərini öyrənirəm və bir-birimizdən öyrənirik. Şəxsiyyət inkişaf edir, çünki şəxsiyyətin inkişafında da heterogen qruplar vacibdir. Və müxtəlif tərkibli qruplar əsasdır ki, qrupların effektiv təşkili və bir-birindən öyrənmənin təşkil olunması üçün vəzifə bölgüsünün aparılması yadda saxlayaq. Bu vəzifə bölgüsü adətən şagirdlərin öhdəsinə buraxılan bir şeydir. Amma biz qrup və sinifimizdən məlumatlıyıq, artıq bilirik ki, bunu şagird öhdəsinə buraxdıqda problem yaranacaq, o zaman özümüz dəstək veririk. Bu scaffolding yanaşması düşünün, artıq o formalaşdıqdan sonra vəzifə bölgüsünü də onların öhdəsinə buraxmaq olar. Refleksiyanın vacibliyi, bunu qrup fəaliyyətinin refleksiyasında dedik, hər bir addımımızın sonunda və yaxud ümumiyyətlə fəaliyyətin sonunda refleksiya edərək biz refleksiya fəaliyyətini də şagirdlərin təkmilləşməsində deyək ki, yerini göstəririk artıq, refleksiya olmalıdır. Monitoring aparmaq və dəstək vermək. Monitoringin aparılması həm şagirdlər özünü monitoring yoxlaya bilər, həm müəllim monitoring aparmalıdır. İndi müəllimin monitoringi ilə bağlı danışaq. Qrup fəaliyyətləri vermişəm, onların arasında gəzirəm, izləyirəm, harada çətinlik çəkir, istiqamətləndirirəm, yönləndirirəm, düz istiqamət tapmalarını təmin etməyə çalışıram. Yəni biz bunu monitoring apararaq davamlı şagirdlər də biz orada gəzirik, davamlı izləyirik, problemləri müəyyənləşdiririk, qrup münasibətlərinin problemləri ola bilər, araşdırma zamanı götürülən səhv istiqamətlər ola bilər. Müşahidə edirik və istiqamətlendiririk. Monitoring aparmaq, izləməkdir. Mən bir də onların yerinə cavab demirəm. Monitoring apararkən problemlər müəyyənləşdirdikdə də mən istiqamət verə bilərəm. Onların hətta öz istiqamətini tapmasını təmin edə bilərəm. Mən onların yerinə cavab verə bilmərəm. Monitoringin aparılması qrup nəticəsi ilə şagirdlərin fərdi töhfəsinin əlaqələndirilməsi bilirsiniz necədir? Bizim qrupumuzda 5 nəfər şagirdir. Bunun 3'ü əsas qatqı verən bunlardır. İkisi kənarda qalıb. Bu fərdi və qrup nəticəsi deyilən anlayış var. 3'ü yüksək səviyyədə istəniləni araşdırar, təqdim edə bilər. Amma digərləri haqqında da fərdi biz artıq o müşahidə zamanı istiqamətlər verib onları da fəaliyyətə cəlb etməyimiz deyən qrup və fərdi əlaqə qurulmalıdır. Fərdi töhfənin əlaqələndirilməsi var. Mümkünsə texnologiyadan istifadə etmək isə bunu yadda saxlayaq. Bizə ümumiyyətlə interaktiv dərslərdə texnologiya vacib elementlərdən biridir. Nəzərə alsaq ki, bütün məktəblərdə, bütün siniflərdə bu təşkil olunmayıb, belə problemlər ola bilir. Amma mümkün qədər texnoloji vasitələrdən də istifadə edərək dərsimizin keyfiyyətini yüksəldə bilərik. Əməkdaşlıq haqqında deyəcəyimiz yanaşma, bacarıqlar bu qədərdir. Sizin hər hansı bir sualınız olsa, aydın olmayan, qaranlıq qalan və ya tapşırıqları işləyərkən sizin səhv etdiyiniz nəsə olarsa, yönləndirirsiniz ya rəy bölməsində ya da WhatsApp nömrəmizə. Sualları cavablandıracağıq. Sağ olun, Allah amanında qalın.